Xanımlar və cənablar, hər vaxtınız xeyir. Mən Azərbaycandan jurnalist, Kaspian Voçun təsisçisi Abid Qafarovam. Bugün Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü cənab Frank Schwab ilə söhbət etmək bizim üçün şərəfdir. Cənab Schwab, bizimlə danışmağa vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Azərbaycanda demokratiyanın və insan hüquqlarının müdafiəsi naminə gördüyünüz mühüm işlərə görə sizə və həmkarlarınıza ayrıca minnətdarlığımı bildirirəm. Vaxt ayırdığınız üçün çox sağ olun. Təşəkkür edirəm. İlk sualım belədir. Əgər bir hökumət jurnalistləri həbsə atırsa, müxalifət liderlərini saxlayırsa, vətəndaş cəmiyyətini məhv edirsə və məhkəmələrdən tənqidçilərinə qarşı alət kimi istifadə edirsə, Avropa hələ də bu hökuməti normal tərəfdaş kimi qəbul edə bilərmi? Yoxsa artıq Əliyevə legitimlik qazandırmağı dayandırmağın vaxtı çatıb? Bilirsiniz, mən bu barədə Parlament Assambleyasında da danışacağım. İstəsək də, istəməsək də, Avropa Şurasına üzv olmağın əsas şərti demokratiya olmaqdır. Demokratiyanın nə olduğunu izah etməyə çalışanda və onu diktatura ilə müqayisə edəndə, təəssüf ki, Azərbaycanda diktaturaya xas olan bütün əlamətləri görürsünüz. Biz çox çətin bir dünyada yaşayırıq. Buna görə də bəzən diktaturalarla belə əməkdaşlıq etməyə məcbur qalırıq. Amma Avropa Şurasında belə ola bilməz. Avropa Şurası insanları dəstəkləmək üçün dəyərlər üzərində qurulub. Bu təşkilat nə bizə görədir, nə də mənə görə. Mən bu təşkilatı yaratmaq ideyasının müəllifi deyiləm. Bu, üzv ölkələrdə yaşayan insanları dəstəkləmək üçün yaradılmış bir təşkilat, bir ideya idi. Əgər siz demokratiyaya, qanunun aliliyinə və insan hüquqlarına sadiqsinizsə, bu təşkilatda yeriniz var. Əgər bütün bunlara tamamilə zid fəaliyyət göstərirsinizsə, bu artıq ciddi problemdir. Və biz həmin ölkənin bu təşkilatdakı üzvlüyünü müzakirə etməliyik. Təşəkkür edirəm. Əliyev rejimi uzun illərdir Avropa qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoymur və repressiyaları davam etdirir. Avropa nəhayət başa düşməlidir ki, nəzakətli dialoq diktatorla işləmir. Bu rejim daha nə etməlidir ki, Avropa bunu qəbul etsin? Çünki bu yanaşma artıq nəticə vermir. Avropa tək bir qurumdan ibarət deyil. Avropa İttifaqı var, Avropa Şurası var və Avropa Şurasının öz prosedurları mövcuddur. Bir ölkə əməkdaşlıq etdiyi müddətdə bu təşkilatda arzu olunan üzv hesab olunur. Hətta hər şeyi mükəmməl etmədiyi halda belə. Çünki üzv ölkələrin bir çoxunda biz də mükəmməl deyilik. Demokratiya mükəmməl deyil, qanunun aliliyi və hətta insan hüquqları sahəsində vəziyyət də hər yerdə mükəmməl deyil. Amma təəssüf ki, Azərbaycanda bütün qaydaların pozulması və buradakı bütün dəyərlərə qarşı hərəkət edilməsi üçün bütün əlamətlər mövcuddur. Məhz buna görə biz Azərbaycan nümayəndə heyətinə sanksiya tətbiq etdik. Hazırda burada Azərbaycan parlamentindən üzvləri yoxdur və şübhəsiz ki, Azərbaycanın bütövlükdə üzvlüyü sual altındadır. Heç kim deməyib ki, Azərbaycan artıq Avropa Şurasının üzvü olmaq istəmir. Mən hesab edirəm ki, Azərbaycan üzv olaraq qalmaq istəyir. Əks halda artıq bununla bağlı addım ata bilərdi. Amma Azərbaycanın üzvlüyü təhlükə altındadır. Bu tamamilə aydındır. Qısa bir sual. Əliyevin repressiyalarına kömək edən şəxslər, məmurlar, hakimlər, prokurorlar, polis komandirləri və həbsxana rəhbərliyi, Avropanın fərdi sanksiyaları, səyahət qadağaları və aktivlərin dondurulması kimi tədbirlərlə üzləşməlidirmi? Bunun üçün imkanlar var. Şübhəsiz ki, biz Avropa İttifaqını üzv ölkələrdə ciddi insan hüquqları pozuntuları törədən şəxslərə qarşı sanksiya mexanizmlərindən istifadə etməyə təşviq edirik. Biz bunu başqa ölkələrə münasibətdə də edirik. Və əlbəttə, mən Avropa İttifaqını Azərbaycandakı konkret işlərə də baxmağa çağırıram. Çünki düşünürəm ki, hakimiyyətin, daha doğrusu avtoritar rejimin başa düşdüyü yeganə dil budur. Xüsusilə nəzərə alsaq ki, Avropa parlamentlərinin bir çox üzvü arzu olunmaz şəxs elan edilir və Azərbaycana buraxılmır. Onlar əsasən insan hüquqları pozuntularını izlədiklərinə görə belə qadağalarla üzləşirlər. Belə olan halda diktaturaya niyə eyni qaydada cavab verilməsin? Sonda biz bir-birimizlə danışmalı istəyirik. Mən Çin kimi bəzi ölkələrə də gedirəm ki, oradakı hakimiyyətlərlə danışım. Amma onlar bu klubun üzvü deyillər. Siz bütün qaydaları pozsanız belə, Birləşmiş Millətlər Təşkilatında ola bilərsiniz. Amma Avropa Şurasında belə ola bilməz. Sualınız maraqlıdır. Mən dialoqu mümkün saxlamaq istəyirəm. Amma bu avtomatik olaraq o demək deyil ki, siz Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatın dəyərlərinə qarşı hərəkət edə-edə onun üzvü olaraq qala bilərsiniz.
İlham Əliyevə və bu müsahibəni izləyən Azərbaycan xalqına birbaşa mesajınız nədir? Avropa Şurası Parlament Asambleyası və ya Avropa Şurası diktaturaya qarşı xalqın yanında dayanacaqmı? Yoxsa insan hüquqları və insan azadlığı əvəzinə qazı, biznesi və sabitliyi seçməyə davam edəcək? Mən deməzdim ki, o insan hüquqları əvəzinə bunları seçir. Bilirsiniz, dünya sadə deyil. Dünyanın müxtəlif yerlərində, hətta neftin daşındığı Hörmüz boğazı ətrafında baş verən indiki münaqişədə də bəzi diktaturalar iştirak edir. Amma bu o demək deyil ki, biz ölkədəki vəziyyət barədə çox açıq danışmalı deyilik. Bu, Avropa Şurasıdır. Əgər siz demokratiyalar ailəsinin üzvü olmaq istəyirsinizsə, ölkədəki vəziyyəti tənqid etmək təkcə bizim hüququmuz deyil, həm də öhdəliyimizdir. Biz bunu insanların xeyri üçün edirik. Hökumətlərin və ya diktatorların xeyri üçün yox, cənab Əliyevin, onun ailəsinin və dostlarının çoxlu pula sahib olması üçün də yox. Bu təşkilatın məqsədi bu deyil. Biz demokratiya istəyirik. Əgər bu istiqamətdə yaxşı əlamətlər görürüksə, müəyyən problemlər olsa belə, siz bu təşkilatın üzvü kimi qəbul oluna bilərsiniz. Amma əgər buna qarşı hərəkət edirsinizsə, bu təşkilatın etibarlılığına zərbə vurursunuz və nəticədə digər ölkələrdəki insanlara da ziyan yetirirsiniz. Belə vəziyyətdə burada qala bilməzsiniz və nəticələri ilə üzləşməli olursunuz. Azərbaycan xalqı ilə dialoqu davam etdirmək məsələsinə gəlincə, siz haqlısınız. Azərbaycan Avropa Şurasına daxil olanda, Avropa Şurası Azərbaycan xalqını və Azərbaycan dövlətini qəbul etmişdi, hakim ailəni yox. Sizcə, Rusiya prezidenti Azərbaycan xalqı üçün necə işləyə bilər? Mən müxalifətin aşıpada təmsil olunmağa dəvət edilməsini və demokratik dialoqun davam etdirilməsini nəzərdə tuturam. Məqsəd Azərbaycan xalqının demokratik dialoq hüququnun təmin olunmasıdır. Bilirsiniz, burada vəziyyət fərqlidir. Rusiya və Belarus bu təşkilatın üzvü deyil. Azərbaycan isə rəsmi olaraq hələ də üzvdür və əməkdaşlıq etdiyi təşkilatın bir hissəsidir. Vəziyyət fərqlidir. Amma mən daimi dialoqun tərəfdarıyam. Strasbur artıq Azərbaycandan olan bir çox insan hüquqları müdafiəçisi və müxalif siyasətçi üçün platformadır. Onların bir qismi artıq Azərbaycanda qala bilmir. Hətta hələ də Azərbaycanda yaşayan bəziləri buraya gəlir və bu platformadan istifadə edir. Əlbəttə, biz bu əməkdaşlığı və bu işi daha da yaxşılaşdıra bilərik. Bunu hansı formada etməli olduğumuz barədə isə düşünməliyik. Amma yenə də bu, Rusiya və Belarusun vəziyyətindən bir qədər fərqlidir. Əgər Azərbaycan artıq bu təşkilatın üzvü olmasa, o zaman müəyyən institusionallaşma formasından danışa bilərik. Hələlik isə mən deyərdim ki, daimi mübadiləyə ehtiyac var. Xüsusilə indi Azərbaycanda media blokadası yaşanır. Bütün müstəqil media susturulur, jurnalistlər həbs olunur. Təxminən 35 jurnalist həbsdədir. Siyasi partiyalara və QHD-lərə qarşı həbslər də var. Hətta beynəlxalq media qurumları Azərbaycandan çıxarılıb. İnsanlar həbs edilir və siyasi məhbusların sayı 400-ə yaxınlaşır. Bu vəziyyətdə Azərbaycan rejimini diktatura adlandırmağın vaxtı çatmayıbmı? Məncə sadəcə demokratiyanın əsas xüsusiyyətlərinə və onun əksinə baxmaq kifayətdir. Demokratiya azad media deməkdir. Müxalifətin sərbəst fəaliyyəti deməkdir. Seçkilər vasitəsilə çoxluğu dəyişmə imkanının olması deməkdir. Siyasi məhbusların olmaması deməkdir. Bütün bunlar demokratiyanın əsas xüsusiyyətləridir. Şübhəsiz ki, bugün Azərbaycanda bu xüsusiyyətlərin heç biri yoxdur. Ona görə də vəziyyəti bu cür təsvir edəndə haqsız olduğunuzu deyə bilmərəm. Cənab Şvab, vaxt ayırdığınız üçün sizə çox təşəkkür edirəm. Bir daha Azərbaycanda və Azərbaycan xalqı üçün demokratiyanı dəstəkləmək istiqamətində gördüyünüz mühüm işlərə görə sizə və həmkarlarınıza minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.